وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu salatu vesselamu ala men la nebiyye ba'de amma ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah arkadaşlar, artıq 26-cı iftarımızı etdik. Allah kabul etsin. Və Ramazanın çıxmağına çox az günlər qalır. Və özünüz görürsünüz ki, ay xeyirlə doludur. Xeyirlə doludur. Yəni, elə aydır ki, yemək, içmək də ibadətdəndir. Yemək, içmək də ibadətdir. Yəni, fəzilət, yeməkdə savab qazansın, yemək verməkdə savab qazansın, yemək pişirməkdə savab qazansın. Nədir? Orucluğuna bağlıdır ona görə. Ona görə həmişə ibadət və onun ətrafında nə varsa ibadəti görə, hamısı savabdır. Və suhur da həmçinin. Hətta suhur bəzi alimlər deyirlər ki, iftardan əfsəldir savabı. Çünki suhur barədə hədislər var. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, suhur edin, suhur etməkdə bərəkət var. Həmçində suhur səni bu ibadəti etməyə hazırlaşdırır. Başlanğıcdır. Səni hazırlaşdırır ki, bu ibadəti rahat keçirəsən. Həmçinin ibadətə sübh namazını qılmaq üçün hazırlayır. Və elhamdülillah, yəni bir dənə suhurda nə qədər savab var. Və həmçinin suhurun hikmətlərindən bizi müsəlmanın orucunun ondan qabaqki, müsəlmanlardan qabaq, İslamdan qabaq o dinlər ki var idi, təhrif olunmuş və ya peyğəmbərlər gətirdiyi hətta səhih dinlər onlardan fərqləndirir. Yəni əhli kitab, onlarda da oruc var. Lakin onlarda suhur yoxdur. Bizdə suhur var. Baxmayaraq, suhur yeməkdir. Lakin ibadətdir. Həmçinin iftar. İftar yemək, iftar vermək. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim ki oruç tutanı iftar verir, oruç tutan nə qədər savab qazanır, o savab da ona gedir, o qədər savab. Desələ, oruç tutub bütün səhərdən axşamacan, lakin sən yemək verirsən ona, o savab gəlir sənə. Təbii ki, oruç tutanın savabı azalmamaq şərtidir. Və bu hələ yiyib içməkdən biz danışırıq. Və təsəvvürlə oruclu vaxtı. Oruclu vaxtı, hətta yatmaq da ibadətdir. Qeylulə ibadətdir. Günorta yatmaq. İbadətin bir növüdür. Yəni, demək istəyirəm ki, ay doludur xeyirlə, ay doludur əcrlə, savabla və kifayətdir ki, 10 günü, axırıncı 10 gün və xüsusən 10 gecəsi. Xüsusən 10 gecəsi. Lakin, təəssüf ki, bəzi qardaşlar görürsən ki, müsəlmanların çoxsu 10 gecənin hamısına ciddi yanaşmırlar. Bəzilər 27-sini ancaq yanaşır. 27-ci gecəyə. Oruçlu gecələr belə ciddi olmur. Bəzilər tək gecələrə ciddi yanaşırlar, cüt gecələrə ciddi yanaşırlar. Hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem axır 10 gecəni hamısının ibadəti keçirərdi. Ona görə orucluğun Ramazanın nəinki gündüzü, gecəsi ondan da daha da üstündür, əfsəldir. Ona görə Allah Teala bu yanda ki, buyurur ki, وَلَيَالِنَ عَشِرْ Fəcr surəsində and içir. Alimlər deyirlər ki, yəni 10 gecə Ramazanın axır 10 gecəsindən qəsd olunur. Ona görə qardaşlar, gözəl günlərdəyik. Gözəl günlərdə, gözəl ayda, gözəl məclisdə. Lakin az qalır. Az qalır. Ona görə bir yandan adam hevslənir ki, oruc Ramazan gedir. Ramazan ayı ləzzət idi. Və lakin Allah nəsib eləsin bizə gələn Ramazanlara da orucu nəsib eləsin Allah bizə.
Və həmçinin də, əlhamdülillah, bu ab-ı hava davam edir. Onsuz da oruçluq var yenə. 1, 4, 13, 14, 15-i, Aşura, Arafa və s. Məhərrəm. Peyğəmbər sallallahu aleyhi ve sellem Məhərrəm oruç tutardı. Məhərrəm ayın çoxsu. Əlhamdülillah. Ona görə, qardaşlar, yəni, lakin hələm bəzi gecələr qalıb günlər. Hələm gecələr qalıb günlər. Ona görə istifadə elə və çalış o ab-ı hava ki, oruçluqda biz onu öyrəndik, onu yaşadı, onu heç olmasa biraz uzatmaq Ramazandan sonra da. Çünki ibadətin məqsədi nədir? İslah olmaq üçün. İbadət hələ-belə fərz olunmuyor. Çünki Allahın bizim ibadətə ehtiyacı yoxdur. Bu ibadətə bizim ehtiyacımız var. Hələ-belə fərz olunmuyor, böyük hikmət var bunda və özümüz də görürük ki, nə qədər məhrum insanlar var bundan. Sağlamdır və s. Görürsən ki, gün orta oturur çörək yiyir Ramazanda. Üzürlü deyil. Üzürlü kimlərdir? Aciz, həddən düşən o qoca, kişi, qadın, uşaq, balaca körpə, dəli, ağılsız, yəni. Bir də qadınlara aiddir məsələ. Aylıqla nifasa aiddir, bir də hamilənə süd verən. Və ona görə bunlar icazə verilir, o müşkilər icazə verilmir. Görürsən, hər şey yerindədir, lakin günorta vaxtı yemək yiyir. Bu eyibdir, ədəbsizlikdir Allah qarşısında. Onlar onu başa düşməyib elə. Ne üçün? Çünki özlərini ağıllı hesab edirlər. Ağıllı hesab edirlər, lakin əslində ağıl deyil o. O ağıl deyil. Səhv ağıldır o. Və təkəbbürlüydür və s. Və kim Allahın əmrini tərk edir, onun cəzasını çəkəcək. Allah Teala bizə şirk faydalardan etsin. Amin. Allah qardaşımızın bu iftarını qəbul etsin, bizim oruçları qəbul etsin. Allah müsəlmanlara kömək olsun. Amin. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu. Amin.